Bugünkü mövzumuz penis əyriliyidir. Penis əyriliyini biz iki yerə bölürük. Doğumsal və sonradan qazanılmış. Daha çox biz sonradan qazanılmış penis əyriliyi ilə rastlaşırıq. Nədir? Penisimiz bizim xəttkeş kimi dümdüz olacaq deyə bir şərtimiz yoxdur. Bu, keçirdiyimiz infeksiyalarla, travmatik cinsi münasibətlərdən sonra müəyyən qədər penisdə əyriliklər ola bilir. Bu əyriliklər sizdə görsənməyə başlayıb. Don't panic, be cool. Nə etmək lazımdır? İlk başda bir androloqa müraciət edin. Bu əyrilik sizin cinsi münasibətinizə təsir eləyirmi? Yəni, sizdə ağrılı cinsi münasibət olurmu? İkincisi, partnyorunuza əziyyət verirmi? Əgər bunlar varsa və bu eyni zamanda sizin psixologiyanız bundan çox ciddi şəkildə təsirlənirsə və cinsi akt artıq mümkün olmursa, burada müalicələr başlanmalıdır. Penis əyriliyi başlayırsa, ilk başda biz tələsmirik dərmanlarla, bəzi prosedurlarla, prosedurlar nələrdir? Zərbə dalğa terapiyalarıdır, penis içərisinə vurula biləcək injeksiyalardır. İlk 1 il 2 ayına qədər gözləyirik. Bu, penis əyriliyi geriləyə bilər, yəni daha da yaxşılaşa bilər. Əgər yox, bu əyrilik getdikcə davam eləyir və cinsi aktda çətinlik yaranır, biz burada artıq əməliyyatlara üz tuturuq və əməliyyatda da biz təkrardan penisi əvvəlki vəziyyətinə qaytara bilirik.